Salam dostlar. Bugün mən sizi konvertasiya əməliyyatı ilə tanış etmək istəyirəm. Bildiyimiz kimi konvertasiya xarici valyutanın alışı ilə bağlı əməliyyatdır və birinci onu demək istəyirəm ki, elə baza ola bilər ki, sizin bircə bazanız var, hal-hazırda işlərinizi görürsüz, ancaq bu sırf bu modul sizdə yoxdur. Biz onu istənilən platformaya qoya bilərik. Yəni konvertasiya əməliyyatında məsələn, manat hesabımdan pul çıxardıram, dollar hesabıma dollar alıb qoyuram və bu zaman biz həm də komissiya xərci itiririk, həm xarici valyuta alırıq, həm manat hesabımızdan çıxış edirik, həm də dollar hesabımıza, yəni xarici valyuta hesabımıza giriş verməliyik. Bu dörd əməliyyatı daha yeni və daha müasir formaya gətirmişik. Siz bütün bu prosesləri sadəcə bir əməliyyatla edirsiniz və həmin əməliyyatın nəticəsində bizim arada itirdiyimiz kommersiya xərci xərc hesabımıza manatdan nə qədər pul çıxartmışıq, dollar hesabımıza neçə yüz dollar qoymuşuq. Bu yalnız dollar deyil də TL ilə işləyə bilərsiniz, digər nə bilim evro ilə işləyə bilərsiniz və onu kimi də xarici başqa valyutalarla da iş görəndə eyni qaydada əməliyyat apara bilərsiniz. Sadəcə bu əməliyyata başlamamışdan qabaq onu deyim ki, bank hesabınız hansı bankdadırsa, bircədə banklar bölməsində həmin bankin kursunu qeyd eləməlisiniz. Deyək ki, heç bir bankla işləmirəm, ümumi qara bazardan və yaxud da adi istənilən bir bankdan həmin valyutanı alıramsa, amma yenə də bu əməliyyatın nəticəsi ancaq rəsmi bank hesablarında olan əməliyyatlara toxunur. Yəni, mən gedib belə nəqd cibimdən alıb verib, kənarda da gətirib dollar hesabıma pul qoymuşamsa, onu burada yazmanıza ehtiyac yoxdur. Onu kassa bölməsində işləyə bilərsiniz. Amma yox, məsələn, mənim Beynəlxalq Bankda və yaxud da Aksis Bankda həm manat hesabım, həm dollar hesabım var. Mən manat və yaxud da ayrı-ayrı banklardadır, amma manat hesabımdan çıxardıb dollara pul qoyuram və bu pulun çıxış təyinat formasını göstərirəm ki, bunu mən niyə çıxardıram? Səbəb nədir? Və yaxud da ki, göstərdim ki, xarici valyuta alışı eləmişəm. Həmin valyutanı hansı hesabıma qoydum? Yəni, hərəkətimizin nəticəsi olmalıdır. Başlayaq. Konvertasiya əməliyyatı girək bura. Əlavə et. Hansı hesabdan çıxarış verim? Manatdan. 223.01 müxabilləşməsini qeyd edirəm. Hansı hesaba pul qoyacağım? Xarici valyuta hesabıma, yəni 223.02. 01-lər, sonluqları 01 olan müxabilləşmələr manatla olan əməliyyatlardır. Sonu 02 ilə bitən müxabilləşmələr xarici valyuta ilə olan əməliyyatlardır. İndi bizə deyir daxil olan hesab. Yəni pulu biz nəticədə hansı hesaba qoyacaq? Dollara, düzdür. Seçirəm buradan bank hesabları, okey verirəm. İkinci dəfə gəlirəm. Mən xarici valyuta hesabımı zaten görürəm. Siz bank hesablarınızı açanda hansı manatdır, hansı dollardır, siz burada rahat şəkildə görürsünüz. Seçirəm ki, Aksis Bankdakı dollar hesabıma qoyacağım. Nə qədər pul qoymaq istəyirəm? 200 dollar. Baxın, məndə valyutanın kursunu avtomatik verir ki, sənin hal-hazırda işlədiyin bank hesabında 1.70-dir kurs. İndi pulun təyinat forması gəlirəm. Dərslərə, təlimlərdə iştirak edən tələbələr bilir ki, biz ümumiyyətcə pulu, yəni ödənişlərimizi vuranda mütləq ora bir səbəb yazırıq. Pul hara gedir və pul kimdən gəlir və yaxud da nə üçün bizə daxil olur. Həmin papkalar üzrə də maddələr yığırıq. Məsələn, indi pul bizə gəlir xarici valyuta hesabımıza. Ona görə mədaxil sözünü seçirəm. Burada hesablar arası transfer götürəcəm. Sonra hansı hesabdan pul çıxardıb alacaq? Yəni manat hesabı. Yenə daxil olursunuz. Bank hesabları okey. İkinci dəfə girəcəksiniz. Bank hesablarınızı açacaq. Bu dəfə götürüm. Hansı manat hesabımızdan çıxardaq? Azərturk Bankdan. 200 dollar almaq üçün 1.70-dir kurs. Mən 340 manat pul çıxartmalıyam. Deyək ki, komissiya xərci də 10 manatdır. Deməli, mən 350 manat pul çıxartmalıyam ki, mən 200 dollar alım bu hesaba qoyum. Mən bura yazıram 350. Sonra 350-ni yazanda dollar burada dəyişir. Siz yenə də nə qədər dollar almaq istəyirsinizsə onu qoyacaqsınız bura. Buradan seçirəm məxaric, çünki manat hesabımdan pul çıxardıram. Yenə hesablar arası transfer maddəniz varsa, eyni maddəni qoyun. 350 manata 200 dollar alacağım. Və mən okey verirəm. Əslində burada bir yenilik var ki, bu pulu sırf hansı kontragentə ödəmək üçün
alıram. Yəni belə durduğum yerdə alıb qoymuram da. Həmin kontragentin adını da seçə bilərsiniz. Siz sırf buna ödəniş eləmək üçün alırdım bu pulu. Və formalaşdırmaq verək. Sənədimiz artıq hazırdır. Seçirəm sənədimi. Baxıram bunun hərəkətinə. Baxın, xarici valyutanın alışı, yəni dolları almaq hesabı 222.02 sayılı hesabdır. İndi baxaq, izaha baxaq. Kreditdir, manat hesabından, yəni Azərtürk Bankdan xarici valyuta almaq üçün 350 manat pul çıxartdın və verir valyutanın alışı. Sonra biz aldığımız 350 manat, 350 manat çıxartdığımız pula 340 manatına 200 dollar aldıq və biz bunu qoyduq xarici valyuta hesabına. Və deyir ki, sən xarici valyuta almaq üçün əlavə məzənnə fərqi, yəni komissiya xərci 10 manat sənin xərc hesabına gəldi. Neçə hesab gördük burada? 1, 2, 3 və 4. 4 müqabilləşməni eyni anda. Yəni, bütün əməliyyatları normalda köhnə bazalarda pul vəsaitinin silinmə orderi var idi. Birindən silirdik, birindən daxil eləyirdik, sonra təzədən xərcə vururduq. Bütün bu əməliyyatları tək-tək eləyirdik. Amma burada hamısı bir yerdədir və daha asandır. İndi hesablara baxın. Kredit pulun çıxışını, debet də hansı hesablara gedib onu göstərir və burada 222.02 yenə deyirəm, xarici valyutanın alınma hesabı, 223.02 xarici valyutanın bank hesabı, 731 xərc hesabıdır. Və ona görə bizim 10 manatımız xərcə getdi. İndi mən buradakı əməliyyatları bir də hesabatlardan yoxlamaq istəyirəm. Görüm həqiqətən manat hesabımdan 350 manat çıxdımı? Dollar hesabıma həqiqətən 200 dollar pul getdimi? Və xərcdə komissiya xərci olaraq 10 manat pulu gördümmü? Gəlirəm hesabatlar, hesablar üzrə dövriyyə balans. Əməliyyatı hansı gün eləmişəmsə, həmin günün tarixini seçməlisiniz və bura hesabı yazıram. Birinci manat hesabı 223.01. Amma hansı bankdan çıxartdım? Qurulma, seçmə, bank hesabı. Buradan mən seçirəm ki, mən bu manatı hardan çıxartdım? Azərtürk Bankdan. Yəni tək baxıram, fərdi baxıram bank hesabıma və okey verirəm. Baxın, deyir Azərtürk Bankdan hesablar arası transfer eləmişsən. Nə qədər pul çıxartmışıq? 350 manat. Bankımızda olubdu 658 manat, 350 manatını çıxartmışıq. Hal-hazırda Azərtürk Bankın Gəncə filialı hesabımızda 308 manat olaraq vəsaitimiz qalıb. 350 manatı çıxartdım. İndi mən pulu hara xərclədim, onlara baxıram. 223.02 dollar hesabıma 200 dollar pul aldım. Baxaq, tərtib et. Aha, niyə göstərmədi? Çünki burada bir bank hesabı seçmişik və o qalıb. Bu bank hesabımı dəyişirəm, dollar hesabımı seçirəm ki, dollar hesabıma qoymuşam və okey verirəm. Mənə nə göstərir? Deyir ki, sən bugün əməliyyat eləmişsən 340 manata, yəni 200 dollar alıb debetdədir. Görürsünüz, Aksis Bankdakı dollar hesabıma qoymuşam. 680 dollar pulum var, 680 dollar yox, 400 dollar pulum var idi. 200 dollar da bugün qoymuşam. Hal-hazırda 600 dollar manatla 1020 manat pulumuz var. Burada niyə hər ikisini göstərir? Çünki əvvəllər mühasiblər, kalkulyator əlimizdən düşmürdü və biz manatı dollara, dolları manata çevirəndə də istər-istəməz texniki səhvlər eləyirdik və buna görə artıq bircə kalkulyator sistemindən işlədiyinə görə biz elə eləmişik ki, biz istənilən yerdə bu nə qədər manat eləyir, yəni işlədiyimiz bankin kursuna uyğun həm manatı, həm dolları görürük. Deməli, manata baxdıq, dollar hesabına baxdıq, xərcimizə baxaq. 731 tərtib et verirəm. Bugün 10 manat xərc eləmişəm. Niyə debetdə göstərir? Çünki debet pasiv hesabdır. Və bizə deyir ki, bu 10 manat nəyə çıxıb? Xarici valyutaların manata nisbətən məzənnəsinin dəyişməsində yaranan mənfi fərq. Yəni, biz dollar almaq üçün əlavə 10 manat vəsait xərcləmişik. Bir dənə hesabımız qalıb, ona baxaq. 222.02. Hesabın adı xarici valyutanın alışıdır. İstənilən hesabın adına yazdığınız bölmədəki 3 düyməyə toxunaraq baxa bilərsiniz. Baxın, xarici valyutanın alınması əməliyyatın adıdır, bu. Yəni, dollar aldım demək deyil. Yəni, bu pulu dollar almaq üçün çıxartmışam. Və mən tərtib et versəm,
Deyir ki, sən bu əməliyyatı eləmək üçün 350 manat pul çıxartmışdın və 350 manatına da hansısa bir əməliyyatı yerinə yetirdin. Bu qədər dostlar, ümid edirəm ki, az da olsa faydamız sizə toxundu.